Salam mənim əzizlərim, davam edirik Oxatan Burcu ilə. 22-28 fevral həftəsi ev, ailə, köç, yaşayış evi mövzuları Oxatanlar üçün aktivdir. Ailə daxilində anlaşmazlıqlar ola bilər, daxili köhnə emosiyalar üzə çıxa bilər. Məsləhət odur ki, sakit olun, emosional reaksiyalar verməyin. Özü, hərəkəti, sevgi, pul, karyera. Oxatan bu dövrdə oyanış və özünlə hesablaşma mərhələsindədir. Keçmiş qərarlar, ailə mövzuları, köhnə emosiyalar yenidən gündəmdə ola bilər. Artıq görməli olduğun həqiqət üzə çıxır. Hərəkət keçmişə dönüş var. Uşaqlıq, ailə xatirələri, köhnə ev, əvvəl yaşanmış bir yer gündəmə gələ bilər. Yəni, daxilindəki uşaq aktivdir bu həftə. Keçmiş səni çağırır. Nostalji hisslər bu həftə sizdə daha çoxdur. Sevgidə narahatlıq, vicdan əzabı, qorxu var. Oxatan çox düşünür, özünü günahlandırır. Emosional olaraq sıxılır. Qorxuları reallıqdan böyükdür. Pul məsələlərində geri çəkilmə, qənaət, nələrsə tək başına planlama var. Böyük qazanc yoxdur, amma maddi itki də görünmür. Səssizcə düşünür və ümid eləyir ki, düzgün yol tapılacaq. Yəni, ümidləri boşa çıxmayacaq. Karyera, rəsmi qurumlar, qaydalar, sabit sistem ön plandadır. Dövlət işi, rəsmi prosedurlar, rəhbərdən gələn istiqamət var. Qaydaya uyğun gedən hər zaman qazanır. Ümumilikdə sakit qal, hər cavab indi verilməli deyil. Bəzi sualların cavabını sonraya saxlamaq daha məsləhətlidir. Yəni, özünüzü yormayın. Bir anda həyatınızda dəyişikliklər ola bilər. Ümumiyyətlə, bilinməz olan bəzi şeylər var ki, onlar sizi yorur. Dəyişkən durumlar istəyirsiniz ki, kəskin və dəqiqləşsin. Gəlgetlər sizi bu həftə biraz yora bilər. Bu qədər mənim əzizlərim. Əgər video sizə toxunduysa, bəyənməyi və paylaşmağı unutmayın.